Kısa bir hatırlatma eləyim. Bugün bura qoşulan, bu seminarda iştirak edən insanların demək olar ki, əksəriyyətin yaxın gələcəkdə çox da bəyənməyəcək, çox da sizi sevməyəcək. Niyə sevməyəcək, onu da deyim. Çünki tək Azərbaycanda yox, dünyanın hər yerində inkişaf eləmiş insanları, qabağa getmiş insanları böyük kütlə sevmir. Belə isti havada, belə şəraitlərə rəğmən siz seminarda iştirak eləməyiniz, kurslarda iştirak eləməyiniz o deməkdir ki, gələcəyinizə yatırım eləməkdir. Gələcəyinizə yatırım edirsinizsə, mümkün deyil ki, siz gələcəkdə uğursuz olasınız. Yəni, ona görə gələcəkdə sizin yaxınızda olan, sizi tanıyan və ya tanımayan bir çox insan tərəfindən sevilməyəsiniz. Bunu sadəcə yadınıza salmaq istədim. Ona görə bugün ən əsas olan vaxtınızı ayırıb bu seminarda iştirak edib gələcəyinizə yatırım elədiyinizə görə sizi təbrik edirəm və özünüzü alqışlamağınızı istəyirəm. Hamınız xoş gəlmisiniz. Keçək sunumumuza. Bugün meta reklamlarından danışacağıq. Aramızda SMM və ya da ki, ümumiyyətlə digital təcrübəsi olanlar əlin qaldırsın. Dilək, nə qədər adamın təcrübəsi var. Okay. Digər yoldaşlar sıfırdan başlayan yoldaşlardır, yoxsa? Əla. Okay. Bugün keçdiyimiz həm seminar olacaq, həm master class kimi olacaq. Həm sıfırdan başlayanlar üçün, həm də təcrübəsi olanlar üçün. Sıfırdan başlayanlar üçün bəzi texniki bilgilər görsəz ki, qarışıq gəlir. Narahat olmayın. Çünki digər yoldaşlar bunların hamısını biz dərslərdə sıfırdan keçdiyimizə görə onlar artıq bir növ alışmış olurlar. Amma ümumi olaraq burada texnikdən əlavə ümumi olaraq bir göstərmək istəyəcək ki, yəni metada nələr eləyə bilərik. Meta bizə hansı şansları verir, digər platformalara baxmış. Biz metada nələr eləyə bilirik, onları göstərmək istəyirik. Meta reklamlarında ümumiyyətlə meta reklam yapısı deyilən bir yapı vardır. Birincisi kampaniya olur, ikincisi ad set olur, üçüncüsü ad olur. Bu hər yerdə belədir. Yəni bu LinkedIn reklamlarında da belədir, Google reklamlarında da belədir. Yəni bildiyiniz nə reklam varsa, hamısında yapı eyni yapıdır. Bunların içərisində ad set deyilən bir şey vardır. Yəni ki, ikinci sırada olur. Bir kampaniya olur, onun aşağısında ad set olur, onun da aşağısında ad olur. Ad set strategiyaları nədir? Bugün onları daha çox açıqlayacağıq. Ad set strategiyalarında placement deyilən bir bölmə vardır. Placement bölməsi nədir? Placement hansı yerdə reklam göstəririksə oralardır. Məsəl üçün biz metada bildiyiniz kimi Instagram və ya da ki, Facebook birləşib bir meta adında bir şirkət altında cəmləşibdir. Bundan ikisində də və ya bunlardan ayrı-ayrı yerlərdə reklam göstərə bilirik. Yəni həm Instagramda, həm metada reklam göstərə bilirik. Placement dediyimiz həmənki bölmələrdir. Bunları niyə sıfırdan izah edirəm? Çünki təcrübəsi olmayan yoldaşlar var deyə. Başda yəni çox şey kimi gəlməsin sizə. Bunlar çox basic səviyyələrdir deyə. İndi placement bölməsi növbəti slaydda göstərim. Ad set leveldə keçəndə burada aşağıda qırmızı yaldığım yerdə gördüyünüz kimidir. Facebook var, Instagram var, Audience Network var, hansı ki qıraqlarda çıxır və Messenger tərəfi var. Messengerdə reklamlarımızı göstərir. Biz burada ad setlərdə bunları niyə ayrı-ayrı ayırırıq? Niyə ayırırıq? Çünki burada bir neçə səbəbə görə biz bunları ayırmalıyıq. Məsəl üçün biz ad seti yaratdıq. Bir ad setin içərisində həm Facebooku seçdik ki, reklamlarımız Facebookda görsənsin, həm Instagramda görsənsin, həm Audience Networkdə. Üzərindən bir ay vaxt keçdi və ya da bir həftə vaxt keçdi. Biz qayıdıb gəlib reklamlarımızı optimizasiya eləmək istədik. Onda biz nə edirik? Gəlirik, baxırıq ki, okey, bizə deyək ki, reklam Facebookdan gələn mesaj $1 gəlibdi, amma Instagramdan gələn mesaj deyək ki, $0.1 gəlib. Yəni çox ucuza gəlib. Biz istəyirik ki, Facebooku dayandıraq. Amma Facebooku dayandırmaq istəyəndə gələcək ad setə burada Facebooku dayandıra bilməyəcək, əgər bu sesdə olsa. Çünki onun içərisində onu optimizasiya eləyə bilmirik. Ona görə ad set yaradanda elə başda ad setin özündə bir dənə ad set yaradıb hər şey eyni qalır, bütün proses. Bir dənə Instagram qoyuruq, ikinci ad seti yaradırıq, orada da bir dənə Facebooku seçirik. Burada da məqsəd odur ki, biz optimizasiya eləmək istəyəndə gəlib ad setin özünü açıb bağlaya bilək. Yəni görsək ki, Facebookun çox baha gəlir, gəlib burada Facebook ad setini bağlayaq, Instagram davam eləsin. Çünki bu bizim başımıza gəlibdir. Məsəl üçün baxmışıq ki, şirkətdə bizdə həm audit xidməti var, şirkət hesablarını audit edirik. Audit edəndə baxırıq ki, kampaniyadan çox qəşəng geri dönüş gəlir, mesaj gəlir və istənilən bir məbləğə gəlir. Amma içərisində placementə girib baxanda baxırıq ki, Facebook ən azı 4-5 qat Instagramdan daha baha qiymətə gəlir. Yəni mesaj Instagramdan gəlir 0.5-ə, amma Facebookdan $2 gəlir. İndi Instagramdan qəşəng gəlir deyə ad setə dayandıra bilmirik. Amma istəyirik ki, Facebooku dayandıraq da, oradan çünki əlavə bir xərc gedir. İndi ikisi də eyni yerdə seçilib deyə Facebooku dayandıra bilmirik, çünki Instagramda da yaxşı gəlir. Ona görə sahibkar seçim qarşısında qalır. Orada biraz içkisi olur, amma yaxşı geri dönüş alırsa dayandırmır və yaxud da ki, yaxşı geri dönüş almırsa, avtomatik məcburən onu dayandırır. Burada o məsələ var. İkinci məsələ nədir? Demək, bəlkə də görmüsünüz, Facebookda reklamla qarşılaşırsınız, üzərinə klik eləyəndə sizi aparır Instagrama. Okay?
Və yaxud da ki, deyirlər ki, bizdə reklam verdik, reklamda bəyənmə gəldi, rəy gəldi, amma sonra giririk, həmənki postu onu görmürük. Onu niyə görmürük? Onun da səbəbini deyim. Məsəl üçün, biz burada seçirik ki, bizim reklam Facebookda görsənsin və yaxud da ki, hər hansı birində görsənsin. Sonra keçirik ad bölməsinə. Ad bölməsində hardan götürəcək paylaşımı, hazır paylaşım deyilən bir yer vardı. Onu götürəndə, deyək ki, burada ancaq Facebook seçilibsə, gedib onu oradan götürəndə Instagramdan götürürük. Biz Instagramdakı olan paylaşımı Facebookda göstəririk. Okay, görsənir, siz görürsünüz, bəyənirsiniz, rəy də yazırsınız, amma reklam dayanan kimi o rəylər, bəyənmələr hamısı Facebookda qalır. O Instagramdakı o postun özünə gəlib çıxmır. Yəni elə fikirləşin. Ona görə ad bölməsində də burada nə seçmişiksə, ad bölməsində də gedib həmənki yerdən götürməliyik. Yəni Facebook seçəndə gedib orada da Facebookdan götürməliyik. Instagram seçiriksə, gedib orada Instagramdan götürməliyik. Schedule və vaxt planlaması. Demək, adset leveldə schedule bölməsi var. Bu schedule bölməsi nə işə yarayır, onu deyim. Fikirləşin ki, reklamları müəyyən vaxtlarda artıra bilirik. Deyirik ki, bizim reklamlar gün ərzində getməsin, günorta deyək ki, getsin və yaxud da ki, gün ərzində getsin, günorta daha çox getsin. Bunu harada istifadə edirik? Ən çox restoranlarda və yemək xidməti verən sektorlarda. Deyək ki, restorandır və ya da ki, çatdırma xidməti verir, heç yeri yoxdur. Bu nədir? Saat günorta 12-2 arası insanlar yemək yemək istəyir. Normal olaraq yeməyi daha çox axtarır. Vodda, botda və ya da ki, hər hansı bir proqramda. Onda insanlara daha çox reklam göstərmək istəyirik. Bu schedule bölməsində biz onu eləyə bilirik. Biz seçirik onu. Məsəl üçün, deyirik ki, ayın 14-ü saat 12-dən, bir də ayın 14-ü saat 3-ə qədər reklamlarımızı məsəl üçün 2.5 dollar artır. Və ya da ki, bunun faiz olaraq da dəyişə bilirik. Deyirik ki, məsəl üçün 10%, 15% artır. Bu nə deməkdir? Sizin gün ərzində reklamınız gedir, gün ərzində 10 dollarınız xərclənir. Amma biz seçdiyimiz vaxtda, emailini həmənki vaxtda reklamımız 10% daha çox xərclənir. Və ya da ki, 5% seçdiyimiz miqdara qədər daha çox xərclənir. Bunu biz harada işlədirdik? Məsəl üçün, gecə dönərçiləri var. Türkiyədə olanlar bilir. Gecə vaxtı aktiv olur ancaq. Saat axşam 10-dan 11-dən sonra, səhər saat 4-də 5-ə qədər. Onlar da bizim kimi evçəndir deyə o vaxtları aktiv olurlar. Onların reklamlarında yadıma gəlir, biz ajansda işləyəndə orada. Demək, reklam qoyulmuşdu, yerləşdirirdilər reklamı. Amma reklam bütün gün gedirdi deyə. Bunlar da bütün gün işləmirlər. Reklam səhər saat 9-dan gedirdi saat, belə deyim də, axşam 9-a qədər 10-15 sifariş gəlirdi. Bunlar da işləmədiklərinə görə sifarişi verə bilmirdilər. Həm də büdcələri gedirdi, mesaj gəlirdi, büdcə qutarırdı. Axşam da bunlara reklam göstərilmirdi. Yəni, axşam bunlara lazım olan insanların qarşısına reklam çıxmırdı. Oradan nə edirdik? Ən çox elə yerlərdə işlədirik bunu. Orada artıq girib schedule edirdik ki, okey, bizim reklamlar emailini gecə saat 9-dan, məsələn, səhər saat 5-ə qədər geçsin. Ondan sonra öz avtomatik dayanacaq. Həmənki saatlar gələni bir də öz təzən avtomatik başlayacaq. Bu məqsədi odur. Bu həmənki schedule bölməsidir. İndi slaytlarda göstərəcəyim bu proseslərlə bağlı nə sualınız olsa, ikinci mərhələdə sual-cavab bölməsidir. Orada bütün suallarınızı verə bilərsiniz. Həm bu slaytlara aid, həm də öz nə suallarınız varsa Google-a aid ola bilər, başqa yerlərə aid ola bilər. Nəyə aid sualınız varsa orada verə bilərsiniz. Okay. Niyə birdən çox adset yaratmalıyıq? Demək, biz bir adsetin içərisində bütün ad başlıqları adsetdə seçirik. Birincisi bir kampaniya seçirik. Deyir ki, bizim kampaniyamız istəyirik ki, etkiləşim, yəni engagement kampaniyası olsun. Ad başlıqları gəlib adsetdə seçirik ki, okey, etkiləşim olsun, amma nə ilə etkiləşim olsun? Məsəl üçün, reklamlarımız seçirik ki, bizə reklam gəlsin. Daha doğrusu bizə mesaj gəlsin. Bizə mesaj gəlsin, bir çox yerdə seçə bilərik. Həm engagement reklamlarını seçə bilərik, həm trafik reklamlarını seçə bilərik, həm sales reklamlarını seçə bilərik. Bir çox yerdən seçə bilirik. Deyək, birinci ümumi götürürük engagement-i. Alt başlıqda deyirik ki, okey, engagement mesaj gəlsin və yaxud da ki, engagement bizim hansı bir postla olsun. Hər hansı bir postumuzu kimsə bəyənsin, yaddaşa versin və yaxud da ki, videonu kimsə izləsin, daha çox izləsin və yaxud da ki, daha çox insana çatsın və yaxud da ki, videomuz daha çox göstərilsin. Bütün bu səbəblərə görə biz bir yox, bir neçə adset yaradırıq. Yəni, adset strategiyası deyəndə biz bilməliyik ki, biz adset yaradacaqsa, nələrə görə adsetləri ayrı-ayrı yaradacaq. Məsələn, orada biz locationlara görə ayrı-ayrı adset yaradırıq. Deyək ki, sizin xidmətiniz Azərbaycan üzrə 3-4 bölgədir, Gəncədir, Bakıdır, Naxçıvandır və ya da fərqli bir şəhərdir. Onda siz locationları ayrı-ayrı qoyub, ayrı-ayrı adsetlər yaratmalısınız ki, sabah onları şəhərin özünə görə optimizasiya edə biləsiniz. Siz görsəniz ki, sizə Bakıdan gələn mesaj daha baha gəlir, siz avtomatik Bakını dayandıra bilərsiniz ki, okey, reklamlarınız Gəncədə, Naxçıvanda və digər bölgələrdə keçsin. Amma siz bunların hamısını bir dənə adsetin içərisində yaratsınız, bir dəfə elə Azərbaycan seçsəz və yaxud da ki, bir adsetin içərisində yaradıb orada elə Bakı, Gəncə, Naxçıvan seçsəz, sonra gəlib onu optimizasiya edə bilməyəsiniz. Və algoritmada onu elə yaxşı öyrənə bilməyəcək ki, hardan daha yaxşı gəlir, hardan ona uyğun optimizasiya eləsin.
Ona görə bir ad set yox, bir neçə dənə ad set yaradırıq və bütün indi növbəti slaydlarda göstərəcəm. Bütün prosesləri də ad setin aşağısında həll edirik. Bu AB testləridir və digərləridir. Okay. AB testlərinin bilinməyənləri. İndi geniş yayılmış bir məlumat vardır. Hansı ki, deyirlər ki, biz nəzəriyyəni bilirik, amma praktikanı bilmirik. Belə bir söz var. Çox güman ki, siz də işlətmisiniz. Əvvəllər mən də işlədirdim bu sözü. Amma son vaxtlar mən əslində fərqinə varıram ki, biz nəzəriyyəni bilmirik. Əslində biz nəzəriyyəni bilsək, işin praktiki tərəfini onsuz da eləyə bilərik. İşin praktiki tərəfi çox ciddi tərəf deyil. İşin praktiki tərəfi çox çətin tərəf deyil. Məsəl üçün, biz praktika deyəndə nəyi fikirləşirik? Bu təcrübədirsə o deyil. Təcrübə ayrı şey. Təcrübə nədir? Siz hardasa işləyirsiniz, fərqli 10 şirkətlə və ya ki 10 il, 15 il işləyirsiniz. Təcrübə o ola bilər. Amma praktika dediyimiz, siz öz səhifənizin üzərində də onu eləyə bilirsiniz. Məsəl üçün, sizin balaca bir səhifəniz var, hər hansı bir nəsə satırsınız və ya ki korporativ şirkətdə işləyirsiniz, hər hansı bir şirkətdə işləyirsiniz. Siz o səhifənin üzərində istədiyiniz hər şeyi eləyə bilirsiniz. Yəni, reklam verəndən sonra rəhbərlik sizə demir ki, 2 dənə ad set yarat, 1 dənə ad set yarat və ya ki location birini ora qoy, birini bura qoy. Siz orada istədiyinizi onsuz da eləyə bilərsiniz. O praktikanı onsuz da eləyə bilərsiniz. Amma biz işin nəzəriyyəsini bilmirik. Ona görə bu gün bizim yoldaşlar var, LinkedIn-də paylaşım edəndə yazırlar ki, məsəl üçün də seminar keçiriləcək, full praktika. Həmişə şəxsidən yazıram ki, yəni full praktikaya ehtiyac yoxdur. Yəni orada əslində full nəzəriyyə lazımdır ki, insanlar bilsin nə etmək lazımdır. Bunu da hara bağlayıram? Məsələn, AB test məsələsi. Mən illərdir bizim digitalçı yoldaşlardan, hansı ki bunların təcrübələri var və illərdir işləyirlər, 2 il, 3 il, 4 il işləyən digitalçı tanıyıram ki, AB test deyəndə bir ad setin içərisində 3-4 dənə ad yaradıb, deyir mən AB test eləyirəm. Yoxlayıram ki, hansının daha yaxşı geri dönüş gəldi. Ondan sonra qərar verirəm ki, bu qalsın. Bu, o demək ki, biz həqiqətən nəzəriyyəni bilmirik. Biz nəzəriyyəni bilsək ki, AB test harda olunur, AB test niyə ad setdə olmalıdır, ondan sonra onun praktikasını eləmək çox asan da olacaq. Məsəl üçün, bu gün görərsiniz bəlkə də aramızda da var SMM yoldaşlardan, paylaşırlar ki, bir ad setin içərisində biz 5 dənə, 10 dənə, 15 dənə deyək ki, ad yaratdıq. Okay? Bu, düzgün bir şey deyil əslində. Bu nə vaxt düzgün olur? Siz sadəcə 200 dənə paylaşımı yerləşdirirsiniz sonra, AB test üçün yox. Sadəcə yerləşdirirsiniz ki, Meta özü hansını qabağa çıxardacaq. Niyə? Çünki siz bir ad setin içərisində yerləşdirəndə Meta özü qərar verir ki, məsələn, birinci, ikinci, üçüncü var. Birinci reklamınızı aparır, çıxardır daha çox adamın qabağına. Baxır ki, insanlar engagement elədi, deyək bəyəndi, yaddaşa verdi. Ondan sonra digərlərinə ümumiyyətlə pul ayırmır. Yəni onları da daha çox qabağa çıxartmır. Heç ehtiyac da yoxdur. Bütün büdcəni verir elə birincinə. Birinci gedir bir 80% adamın qabağına çıxır. İkinci, üçüncü olan reklamlarınız həmənki insanların qabağına çıxmır. İndi belə fikirləşin. Həmənki reklamlarınız o insanların qabağına çıxsaydı, bəlkə daha yaxşı geri dönüş olacaqdı. Amma Meta başda deyir ki, yəni buna ehtiyac yoxdur. Çünki siz onu bir dənə ad setin içərisində yerləşdirmisiniz. Çünki siz hər şeyi Meta'ya ötürmüsünüz. Demişsiniz ki, ad set leveldə biz seçirik də, orada audienslar seçirik. Yəni hədəf kütlələr, deyirik ki, bizi izləyənlər və ya da orada target edirik. Deyirik ki, deyək ki, fast fooddan maraqlananlar olsun, tələbələr olsun. Bunları seçəndə deyək ki, tələbələrə çıxmaq istəyirik. Bunları ad set leveldə seçdiyimizə görə, onun aşağısına yerləşdirdiyimiz ədləri Meta'nın özü, öz alqoritması optimizasiya eləyir, aparır, lazım adamdan qabağına çıxardır, ikinci, üçüncüsünü ta çıxartmır. Ona görə ad setin içərisində 2-3 dənə ad yaratmaqla AB testi olunmur. AB testi necə olur? AB testi nə isə ümumiyyətlə test eləmək istəyiriksə, bu çox vaxt nəyi test eləyirik? 3 dənə əsas şey test eləyirik. Birincisi audience-dır bu. Bu belə deyim, kim, nə, hara sualını verir əslində orada. Audience yəni kim? Yəni biz kimə göstərəcəyik? Audience yaradırıq, deyirik ki, biz bu insanlara göstərəcəyik. İkincisi nə deyirik? Yəni nə göstərəcəyik? Yəni kreativ. İkincisi olan kreativdir. Kreativi yaradırıq. Üçüncüsü də harada? Yəni placement dediyimiz bölmə. Yəni biz bunu harada göstərəcəyik? Bu audience-a bu reklamı aparıb Instagramda göstərəcəyik. Amma digər audience-a bu reklamı Instagramda göstərə bilmərik. Onlar deyək ki, TikTokda göstərsək daha yaxşıdır və ya da ki, Facebookda göstərsək daha yaxşıdır. Ona görə kim, nə, hara sualı veririk. İndi burada məsələ nədir? Burada ümumiyyətlə AB test eləyəndə həmişə bir dəyişəni yoxlamalıyıq. Bir neçə dəyişəni eyni anda yoxlaya bilmirik. Deyək ki, 2 dənə eyni ad set yaradırıq. Hər şey eyni olur. Yoxlamaq istədiyimiz nədir? Kreativdir, yəni bizim posterimizdir. Bir dənə poster fərqli olur. Hər ad setin içərisində bütün hər şey eynidir. Seçdiyimiz audience, location, ayırdığımız büdcə, bütün ayarlamalar eyni olur. Kopyalayıb çoxaldırıq. Bir dənə onun aşağısında olan ad bölməsində posteri dəyişirik. Ondan sonra Meta nə deyir? Bunun da AB test bölməsi var Meta'nın öz içərisində. Onu da orada eləməliyik. Onda Meta nə deyir? Meta deyir ki, okey, bu adam 2 dənə ad set yaradıbdır və bunları test eləmək istəyir. Mən ona görə fərqli olan, o 2 dənə fərqli olan poster var idi. Bunları aparım, eyni kütlənin qabağına çıxardım. Belə fikirləşin, sizin 100 min adam kütləniz var. Siz bunu bir ad setin içərisində 2 dənə poster yaratsaz, Meta aparacaq onların 50 mininə birini göstərəcək, 50 mininə digərini göstərəcək. Okey?
Yəni bir adam ikisini görməyəcək. Ona görə də ölçə bilməyəsiniz ki, bu adamlar yəni hansını bəyəndi. Çünki birini görüblər axı, elə birini bəyəniblər. İkincisini görsəydilər bəlkə daha yaxşı bəyənəcəkdilər. Amma biz 2 dənə seçəndə ümumiyyətlə deyirik ki, okey, mənim 100 min adamım var. Sən bu 100 min adamıma apar birinci posterimi göstər, bir də ikinci apar posterimi göstər. O 100 min adam gedib bu ikisini də görür. Ondan sonra qərar verir ki, buna mən mesaj yazım, bəyənim, yaddaşa verim. Ondan sonra ümumiyyətlə deyir ki, okey, sənin bu posterin daha uğurludur. Bu posteri götür, onunla reklama çıx. Yəni AB testini əslində biz belə eləyirik. Ona görə işin nəzəriyyəsini bilsək, biz bilsək ki, işin nəzəriyyəsində niyə ad-set leveldə eləməliyik biz AB testi? Ondan sonra AB testi çox rahat eləyə bilər. Yəni işin praktika tərəfi dediyim kimi, yəni çox sadədir əslində. Əsas işin nəzəri tərəfini bilməkdir. AB testinin əslində mahiyyəti budur. Eyni ad-set içərisində AB testlərin riskləri, eyni ad-set içərisində bayaq dediyim kimi bir neçə dənə ad əlavə eləsəz, o aparıb çox yeri göstərməyəcək. 80 min, 100 min bir hədəf kütləniz varsa, bir ad-setin içərisində bir neçə dənə poster yerləşdirmisinizsə, aparacaq 20 minə birini göstərəcək, 80 minə birini göstərəcək. Və ya ki 50 minə birini göstərəcək, 50 minə birini göstərəcək. Ona görə əgər AB testi eləmək istəyirsinizsə, 2 dənə ad-set yaradırsınız. Onların içərisinə dəyişən nə olacaqsa, posteri dəyişərsinizsə, bir dənə posteri yoxlayırsınız. Və ya ki audience yoxlayasınız. 2 dənə audience yaratmısınız. Yoxlamaq istəyirsiniz ki, bunun hansı daha uğurludur. Onda da hər şey eyni olur. Yəni posteriz eyni olur, location eyni olur, büdcə eyni olur, hər şey eyni olur. Bir dənə audience fərqli olur. Və siz sonda bilirsiniz ki, sizin hansı audience daha yaxşı işlədir. Çünki orada 2 dənə şey dəyişsəz, normal olaraq alqoritmanın beynə qarışacaq. Siz də tuta bilməzsiniz ki, bu hansı yaxşı işlədir. Yəni hansı dəyişdiyimiz yaxşı işlədir. Və yaxud da ki, placement, birini Instagram üçün seçərsiniz, birini Facebook üçün. Oradan bilərsiniz ki, hər şey eynidir. Bir dənə Instagram, bir dənə Facebook fərqlidir. Oradan bilərsiniz ki, hansı fərqlidir. Okay. Fərqli ad-setlərdə datan necə təmiz görürük, onu da deyək. Məsəl üçün, biz ad-set qutarandan sonra, yəni AB testi qutarandan sonra baxırıq orada CTR var, CPM var, CPC var. Bunlar təcrübəsi olan yoldaşlar bilir. Digər yoldaşlara deyim. Bunlar terminlərdir. Yəni klikləmə başı ödədiyimiz puldur və ya da ki, göstərim başı ödədiyimiz puldur. Bunları görmək üçün ayrı-ayrı ad-set yaradanda biz ayrı-ayrı görürük ki, bizim A adlı posterimizə nə qədər yəni klik gəlib, neçəyə gəlibdir, B adlı posterimizə nə qədər klik gəlib, neçəyə gəlib və CPM nə qədərdir. Yəni datanı da çox təmiz görə bilirik. Ona görə ayrı-ayrı ad-setlər də eləyirik. Test üçün ideal struktur da bayaq qeyd etdiyim kimi fərqli nəyi yoxlayırsınızsa, həmənki ad-setlərdir, həmənki ad-setləri yaradırıq. Amma bir şey də deyim, siz AB testi eləmək istəyirsinizsə, bunu manual olaraq siz bir kampaniyanın aşağısında 2 dənə ad-set yaratdınız, 2 dənə dediyim kimi poster yerləşdirdiniz, elə bilməyin ki, o orada AB testi gedir. Orada o AB testi olmur. Siz metanın özündə yeri var. Seçib AB testini seçməlisiniz ki, meta alqoritması başa düşsün ki, siz bunları müqayisə edirsiniz. Yoxsa meta onu müqayisə eləməyəcək. Meta elə fikirləşəcək ki, siz yəni prosto ilə ikisini yaratmısınız, vermisiniz, birinə az xərcləyər, birinə çox xərcləyər. Amma siz ikisini orada AB testi seçib bir-birinə bağlayanda, meta deyir ki, okey, bu adam bu ikisini test eləmək istəyir, bu ikisini yoxlamaq istəyir. Ona görə AB testini seçib, sandbox deyirik, onun içərisində eləməlisiniz bir növ. Sightlink nədir? Necə istifadə olunur? Bundan qısaca göstəreyim. Sightlink əvvəl Google-da olurdu. Google-da reklamlarımızın aşağısında bizim reklamdan əlavə aşağıda bölmələr çıxırdı. Məsəl üçün, digital marketing kursu axtarırdınız, deyək ki, mənim reklamım çıxıb. Aşağıda əlavədən də çıxırdı ki, Elvin Asgərov kimdir? Deyək ki, onu klikləsəz, aparırdı mənim kim olduğumu göstərdiyim səhifəyə. Və yaxud da ki, Google Ads xidmətləri. Ora klikləyirdiniz, aparırdı həmənki olan səhifəyə. Bunu meta yenilikcə gətiribdi, amma bütün profillərdə yoxdur. Instagramda bəzən görsənir, daha çox Facebookda görsənir bu. Amma Facebookda da mobildə az görsənir, desktopla girəndə daha çox görsənir. Bu da nə təbii şeydir, göstərim, sonra keçim digərlərinə. Bu sadə versiyasıdır. İndiyə kimi Facebookda gördüyümüz yəni reklam və ya paylaşım versiyasıdır. Məsələn, paylaşmışıq, aşağısında görsə heç nə yoxdur. Call to action var, learn more, bura klikləsəz aparacaq mənim səhifəmə. Bir də bunun Sightlink artırdığımız versiyası var. İndi Google reklamdan eləyən yoldaşlar baxan kimi onu da biləcək. Aşağısından əlavə yerləri artırırıq. Adam bura baxır, okey, hər şeyə baxdı, oxudu, qutardı. Əlavədən bura klikləmir, bura klikləyir. Elvin Asgərov kimdir klikləmək istəyir və yaxud da ki, kurs məsəl üçün necə seçilməlidir, bloqumuzu yerləşdirmişəm, ora klikləmək istəyir və yaxud da ki, detallı Google Ads təliminə baxmaq istəyir, ora klikləmək istəyir. Bu həmənki o Sightlinklərdir. İndi bunların özəllikləri nədir? Qısaca onları göstəreyim. Burada Call to actionlar, CTR dediyimiz, bunların diversifikasiyası var. Hansı ki, bir dəqiqə qaydım onu. Okay.
Burada nə demək istəyirik? Biz insanlara normal olaraq həm psixologiyada belə bir şey var. İnsanlara çox seçim verəndə CTR dediyimiz klikləmə oranı çoxalır. İnsanlar biri var baxıb bura deyirlər ki, mən bura klikləməliyəm. Baxır keçir. Heç klikləmir. Çünki belə fikirləşin, adam Google Ads-ilə maraqlanır. Mən də adamın qabağına meta reklamını çıxartmışam. Bu avtomatik onu keçəcək. Çünki ona ehtiyacı yoxdur. Okay, amma bu adam bunu görəndə baxır buna keçmək istəyəndə burada baxır ki, burada Google Ads də vardı. O dəqiqə dayanır. Burada Google Ads də var imiş. Buna klikləyir Google Ads-ə, gedir həmənki Google Ads olan səhifəmə. Və yaxud da ki, başqa nə seçim vermişiksə, adam kurs seçmək istəyir və yaxud da ki, adam ümumiyyətlə başqa bir şeylə maraqlanır. Bunu siz e-commerce-də öz səhifələrinizdə işlədə bilirsiniz. Deyək ki, nəsə satırsınız, ətir satırsınız, kosmetik vasitə satırsınız. Kosmetik vasitədən əlavə aşağıya yerləşdirirsiniz. Buradakı deyək ki, günəş kremi satırsınız, amma aşağıya tanani, pomada, digər şeyləri hamısını yerləşdirirsiniz satdığınız məhsulları. Ən çox e-commerce-də işlənir bunlar. Adam baxan kimi birincisi lazım deyilsə, ətir lazım deyilsə, aşağıda tanani lazımsa tananiyə klikləyir və yaxud da digərlərinə klikləyir. Belə olanda sizin normal olaraq, yəni CTR-ınız, klikləmə oranınız çoxalır. İkinci versiyasını göstərə biləcəm. Mobil desktop. Okay. Bu sayt linkləri də biz bir çox, yəni demək olar ki, hər reklam növündən istifadə edə bilmirik. Məsələn, mesaj reklamları olacaq, orada istifadə edə bilməyəsiniz. Bu hal-hazırda Facebookda desktop tərəfdə çox görsənir, amma iləridəki vaxtlarda bu normal olaraq telefona da gələcək. Bəlkə də indi arazda görən vardı, Instagramda və ya Facebookda. Təsadüfən də olsa orada da göstərilir. Orada mən çox lead, e-commerce və Awareness reklamlarında çıxır. Çünki Awareness reklamlarında bayaq gördüyünüz reklam məndə Awareness reklamıdır, bilinirlik reklamıdır. Onu saytıma yönləndirirəm. Orada normal olaraq ora klikləyəndə aparır mənim saytıma. Burada hər hansı birinə klikləyəndə aparacaq mənim saytıma. Amma burada mesaj reklamı olanda, çünki orada klikləyib harasa aparmır, məqsəd orada engagementdir, birbaşa mesaj yazmaqdır deyə. Orada məsələ nədir? Orada ki bunları versə, siz müştərini qaçırtmış olursunuz. Yəni biri var, siz müştəriyə deyəsiniz ki, mənlə mesajdaş, adam meta deyək ki, kursu axtarır, bizim kursa qatılmaq istəyir. Bura gələndə mən adama fərqli seçim verirəm. Deyirəm, bizdə Google Ads da var, bizdə falan da var, filan da var. O mənə mesaj yazmış, keçir aşağıya gedir. Yəni müştəri bir növ qaçmış olur, yəni fikri dağılmış olur. Ona görə normal olaraq engagement reklamlarında bu yoxdur. Yəni mesaj reklamlarında bu yoxdur. Hal-hazırda lead reklamlarıdır, trafik reklamlarıdır və e-commerce-də olanda orada istifadə edə bilərsiniz. Okay. İndi audience-lara keçək. Yəni burada da göstərim. Okay. Birincisi audience-un növlərindən danışaq. Neçə cür audience var? Audience dediyimiz nədir? Hədəf kütlədir. Bunun təcrübəsi olan yoldaşlar bilir, olmayanlar üçün qeyd edeyim. Hədəf kütlə yaradırıq. Hədəf kütlə nədir? Biz Instagramda bizim səhifəyə gələnlər olur axı. Reklam veririk, səhifəyə gəlirlər və ya da ki, reklam verib bizə mesaj yazırlar. Bunları biz yenidən hədəfləyə bilirik. Yəni biz deyirik ki, son bir ay ərzində bizim Instagram səhifəmizə kim gəlibsə, onları götür saxla, mənə fərqli bir hədəf kütləsində ver. Və ya da ki, bizə mesaj yazanları götür saxla, bizə fərqli hədəf kütlə adında ver. Orada özünüz yaradırsınız. Deyirsiniz ki, son bir ay ərzində mənim Instagram səhifəmə gələnlər, son bir ay ərzində bizə mesaj yazanlar, son bir ay ərzində sizin videoları izləyənlər, bunları yaradıb onları təzədən reklam çıxa bilirsiniz və yaxud da ki, onların oxşarlarını yarada bilirsiniz. Oxşar nədir? Fikirləşin, siz reklam vermişsiniz, 10 min adam sizin səhifəyə gəlib, 1000 adam sizə mesaj yazıb. Siz indi istəyirsiniz ki, bunlara oxşar adamlara çıxarsınız reklamlarınızı. Bunu yaradırsınız. Bunun indi göstərəcək bu növbəti custom lookalike dediyimizdə oxşardan yaradırsınız. Və metaya deyirsiniz ki, okey, bu adamlar vardı, bunların eynisini, hansı ki mənim səhifəmə gəlməyənlərin göstər, mənim reklamlarımı var, onları göstər deyirsiniz bu səfər. Yəni, burada da geri dönüş daha yaxşı olur. Biri var, yəni onların oxşarı olmayan, yəni sizin deyək məhsulla nəsə satırsınız, deyək çanta satırsınız, çanta ilə maraqlanmayan insanlara reklamınız çıxsın. Biri də var, sizdən 100 nəfər çanta alıbdı, indi başqa bir 100 nəfər də potensial çanta ala bilən insan var axı, hardasa. Metaya deyirsiniz, meta geri onu tapır, aparır reklamlarınızı onlara göstərir.
Meta öz alqoritmasında arxa tərəfdə o davranışları özü ölçür. Deyir, okey, bundan qabaq 100 nəfər nə edirsə, nələr izləyirsə, onun kimi başqa səhifələri izləyən insanlar varsa, aparım reklamdan ondan qabağını çıxardım, elə tapır. Burada Core Audience, Custom Audience, Lookalike Audience dediyimiz audiencelardır. Core Audience nədir? Core Audience bizim metada audience bölməsində Save Audience deyilən bir yer var, termin var. O metanın terminidir. Orada Save Audience olandır. Bu marketingdə Core Audience gedir. Bu Save Audience nədir? Bu 3 yerə bölünür ümumiyyətlə. Birincisi metada olan datanı biz götürürük. Metaya deyirik ki, biz location seçdik, Azərbaycan, yaş seçdik, 22-30. Ondan sonra intereslər seçdik. Bu adam deyək ki, kitab oxusun, bu adam filmlərlə maraqlansın, bu adam universitetlərlə maraqlansın. Və yaxud da ki, ona yaxın başqa bir əlavə orada nə seçə biliriksə, intereslər, behaviorlar seçirik. Bu adamları seçirik və metaya deyirik ki, səndə olan bu adamları mənə hədəf kütlə yarat, mən onlara reklam çıxacam. Bu birincisi core dediyimiz, metodda save dediyimiz audience-dır. İkincisi custom audience-dır. Bu hansıdır? Bu bizim datalarımızdır əslində. Custom audience dediyimiz, biz deyirik ki, orada bir neçə versiyası var. Deyirik ki, bizim Instagram səhifəmizə gələnləri götür, bizim videolarımızı izləyənləri götür, bizə mesaj yazanları götür. Yəni əslində bizim datalarımızdır. Bunları necə götürür? Piksellər, API-lər var, fərqli proseslər var texniki tərəfdə, onların vasitəsilə götürür. Və hətta bizim saytımıza gəlibdir bu adam. Saytımızda siz bir saytda satış edirsiniz. Saytda səbətə at vardı da. Səbətə ata deyək ki, səbət ata əlavə edibdi, amma almayıbdı. Siz deyirsiniz ki, gəlib məsələn səbətə ata əlavə elədi, amma kart əlavə edib almadı. Onlara ayrıca reklam göstər. Necə ki, bu gün hamımız qarşılaşırsınız onunla. Trendyolda girirsiniz, məhsulu səbətə atırsınız, amma almırsınız. Üzərindən bir həftə sonra sizə bir endirim verirlər. Deyirlər ki, siz səbətdə məhsulunuz vardı, amma almamısınız. Bir 10%, 15% sizə endirim verilir ki, onu tamamlayasınız. Bu custom audience-dır. Bunun bir də lookalike audience var. Lookalike audience bizim custom audience-un bayaq dediyim kimi oxşarlarıdır. Biz audience yaradırıq, hədəf kütləni. Deyirik ki, son bir ay ərzində mənim Instagram hesabıma mesaj yazanları götür. Məsələn, son bir ay ərzində mənim Instagram hesabıma 1000 adam mesaj yazıbdır. Bunun indi 5-inə satış elədik, 3-ünə satış elədik, bu əlavə mövzu. Əsas mesaj yazanlardır ki, insanlara mesaj yazsın, sonra biz satış eləyəcəyik. 1000 adam mesaj yazdı, lookalike audience-da da eyni audience-ı seçirik. Deyirik ki, indi bunun bənzərini yarat. Bayaq dediyim eynisidir. Lookalike audience-da həmənkidir. Gedir onun bənzərini yaradır. Sizə 1000 nəfər mesaj yazan insanlara bənzəyən başqa bir 40.000, 50.000, 60.000 insanlara göstərir reklamlarınızı. Burada bir məsələ var. Siz audience yaradanda bəzi audience-larda bir-birinin istəyəndə çaxnaşma olur. Yəni ki, siz həm digər audience-a aitsiniz. Məsələn, mən səhifəmə həm mesaj yazanlar vardı. Mesaj yazanlara aidəcən bir hədəfləmə eləmişəm. Bir də ümumiyyətlə son bir ay ərzində mənim səhifəmə gələn insanları seçmişəm. İndi mənim mesaj yazanlar da səhifəmə gəlib ki, mesaj yazıbdı Instagram səhifəmə. Okay. İndi mənim Instagram səhifəmə 1000 nəfər mesaj yazıbsa, demək mənim Instagram səhifəmə gələn o 5000 nəfərin içərisində bu 1000 nəfər onsuz da vardı. Çünki onlar mənim səhifəmə gəlib ki, mənə mesaj yazıb. Biz bunları ayrı-ayrı audience yaradırıq. Orada ki, çaxnaşma da olur. Biz çaxnaşmanın faizinə baxırıq ki, nə qədər çaxnaşma vardır, bunu azaltmalıyıq. Bu da nədir? Deyək ki, siz 5000 nəfər hədəfləmək istəyirsinizsə, orada ki, gəlib bu audience'ın ikisini də seçməyəsiniz. Çünki audience'ın ikisini seçsə, sizə 1000 nəfər yazan mesaj digər o 5000-in içərisində var da, onları 2 dəfə göstəriləcək reklam. Yəni onlar yorulacaq. Ona görə nə edəsiniz? Siz gələsiniz, birinci reklamı seçəsiniz, birinci audience seçəsiniz. Son bir ay ərzində sizin səhifəyə gələn 5000 adamı. Füsü. Ondan sonra ikincisini seçməyəsiniz. İkincisində exclude deyilən bir şey vardı. Yəni ikincisini xaric tuturuq. Deyirik ki, bizdə mesaj yazanları göstərmə. Bizə mesaj yazanları göstərmə. Niyə? Çünki həmənki adamlar son bir ayda bizim səhifəyə gələn adamlardır. Onlara mən həmənki audience'in içərisində reklam göstərəcəm. Çünki bir adam birdən bir neçə dəfə reklam görəndə bir növ bezmiş olur. Orada bir sıxlıq olur, orada bir növ yorulur. Bu overlap nədir? Onu buradan göstərim necə eləyirsiniz. Audience bölməsi var. Audience bölməsini keçirsiniz. Hər hansı audience-ı seçib yoxlaya bilərsiniz ki, bundan çaxnaşma oranları nə qədərdir. Bunların yəni ki, insanlar həm orada, həm burada seçdiyimiz yəni iki audience-in içərisində nə qədər adam vardı. İkisini seçirsiniz. Ondan sonra show audience overlap deyirsiniz. Ondan sonra bir dənə belə bölmə açılır. Burada mən nə seçdim? Birincisini seçdim. Birincisi, bu gördüyünüz bölmə. Bu lookalike audience-dır. Son 6 ayda mənim səhifəmə gələn insanlar vardı. Məsəl üçün, son 6 ayda mənim səhifəmə nə qədər adam gəlib? 41 min adam gəlibdi. İndi dəyişildi deyəsən. Reski kimsə gəldi deyəsən. Onu göstərən vaxtı. Son 6 ayda 41 min, daha doğrusu 41 min yox. Son 6 ayda 23 min adam gəlib səhifəmə. Mən bunun oxşarını yaratmışam. Demişəm ki, Metiyə, 23 min adam gəlib səhifəmə. İndi bunun oxşarını yarat, yəni lookalike yarat. Lookalike yaradıb mənə 41 min adam verib. Deyib ki, okey, bu 41 min adam da bunlara oxşardır. İndi mən 41 min adamdan bu son 6 ay gələn adamı seçirəm, yəni lookalike-la custom-u seçirəm. Görün bundan çaxnaşma fərqi nə qədərdir? Yəni bir-birlərinin içərisində eyni adamlar nə qədərdir? Onu da burada gördüyünüz kimi birini seçəndən sonra bizə normal olaraq birincisi bu rəngi verir. İkincisi deyir ki, okey,
Bu rəng, ikincisi də bu ikinci gördüyünüz balaca rəngi verir və bizə deyir ki, son 6 ayda gələnlər, bu 23 min dediyimlə, yuxarıdakı müqayisə edəndə içərisində 8%, yəni ki, 3248 adam eyni adamdır. Yəni ki, bu qədər adam həm yuxarıda yaratdığım hədəfin içərisində var, həm də custom aşağıda yaratdığım hədəfin içərisində var. Okay? Burada əlavədən yenə hədəf kütlə artıra bilirsiniz. İndi bu üçüncü hardan çıxdı deyərsiniz. Üçüncüsünü orada seçməmişdim. Burada baxın ikisini seçmişəm. Amma içərisinə daxil olandan sonra orada da artıra bilirsiniz. Burada ikisini seçmişəm. Amma bunun içərisinə daxil olduğunuz aşağıda sizə yer verir ki, okey. Siz burada fikrinizi dəyişdirsiniz, bir neçəsini yoxlamaq istəyirsiniz. 3, 4, 5 fərqi yoxdur. Onda aşağıda Aydın'ın adını yazırsınız. Məsəl üçün yazmışam 30 gün Instagram videosunun 25%-ni izləyənlər. Bir dənə belə hədəf kütlə yaratmışam. Bunu da ölçür. Bunun da deyir ki, yuxarıdakı hədəf kütləsi ilə aşağıdakı müqayisə edəndə bundan da çatışma fərqi 1455-dir. 1455 insan həm yuxarıdakı hədəf kütləmdə var, həm aşağıdakı hədəf kütləmdə var. Biz bunu nə edirik? Biz bunun qarşısını almaq üçün bir neçə versiya işlədə bilirik. Burada bir saturation var, bir də frequency var, yəni sıxlıq oranı vardır. Bir adam bir reklamı bir neçə dəfə görəndə, yəni bu desək sıxlıq oranıdır. Saturation tərəfi də audience yaratmısınız, əlinizdə 40 min audience var, bayaqki audience-um. Mənim reklamlarımı ki, bu audience-un hamısı gördü axı. Artıq da orada göstəriləcək təzə adam yoxdur. Orada artıq bir növ saturation dediyimiz odur. Meta sizə bildiriş verir ki, artıq sənin reklamları hamı görüb. Yəni get audience-ya dəyiş, ya audience-un look like audience seçəndə biz orada bir neçə versiyada seçirik. Onu da qeyd edeyim. Deyirik ki, mənim səhifəmə gələn və ya mənə mesaj yazanları bənzərini yarat deyirik ya orada. Orada bir neçə versiya var. Bunun 1% bənzəri olsun, yoxsa 2% bənzəri olsun, yoxsa 3%. Bu ona qədər gedir. Bu da nədir? Ona qədər getdikcə də bir növ daha uzaqlaşır. Yəni 1% başdan başladığımız ən yaxın olanlardır. Yəni sizə mesaj yazan 1000 adama ən yaxın olan başqa 1000 adam verəcək sizə. 1000, 2000, 5000, 10000 orada rəqəmə görədir. 2% istəsəz biraz uzaq, 3% istəsəz biraz uzaq, 10%-ə qədər belə gedir. Orada da məsələ nədir? Biz deyək ki, seçdik bunu. Audience yaratdıq. Burada olan 41 minə deyək ki, məsələn, burada özü 1% göstərir. Mən seçmişəm ki, mənim son 6 ayda səhifəmə deyək ki, gələnlərin, videomu izləyənlərin 1% bənzərini yarat, gətirib 41 min verib mənə. Mən bunu 2% eləməliyəm. Çünki buradakılar hamısı reklamımı gördü da, göstərdim. Gəlib bunu artırmalıyam. Bunu artıq 2% eləməliyəm. O da gördüsə sonra 3% eləməliyəm. Artır getməliyəm, optimizasiya eləməliyəm. Və yaxud da ki, at set leveldə gəlirəm, seçirəm ki, okey, bu adamlara mənim reklamımı göstər. Bunu include deyirik orada, include eləyirik. İkincisini də exclude eləyirik. Deyirik ki, bunların içərisində eyni adam olduğuna görə, amma bunların içərisində onları göstərmə. Çünki bunlarda seçsəm, ki, biləm ki, 3248 adama mənim reklamım təkrar göstəriləcək. O da sıxlıq olacaq, adamlar baxıb keçəcək, algoritm edəcək, okey, bu reklam maraqsızdır. Ona görə bütün orada dəyərlərin hamısı dəyişiləcək. Məsəl qiyməti çox olacaq, klikləyən az olacaq. Ona görə bunları da orada exclude edirik. Okay. Segmentasiya strategiyaları və retargeting nədir? Ümumiyyətlə, marketing var və targeting var. Bir də bunların qabağında re olan dediyimiz versiyası var. Remarketing, retargeting. Yəni yenidən hədəfləmə, yenidən target eləmə. Retargeting də odur ki, biz audience seçdik. Bizə gələn ümumiyyətlə Instagram səhifəmizə mesaj yazan, Instagram səhifəmizə gələn adamları biz yenidən seçib bu səfər deyirik ki, bunlara mən təkrar satış etmək istəyirəm. Məsələn, kitab satırsınız və ya ətir satırsınız. Ətiri satdınız, bu axı istifadə olunub bitəndi. Bu bir ay ərzində bitdi də. Siz təzədən bunlara reklam göstərmək istəyirsinizsə, bu audience seçirsiniz, look like-ını istəyirsiniz yaradın, istəyirsiniz yaratmayın. Look like-ını yaratsaz, təzə insanlara gəlib çıxacaq. Amma siz look like yaratmırsınız, bənzər yaratmırsınız. Deyirsiniz ki, elə bu adamlar, bu 1000 adam məndən deyir ki, ətir alıbdı. Bunları mən təzədən satış etmək istəyirəm. Təzədən göstərirsiniz ki, okey, siz bizdən ətir almısınız, ikinci ətir alın sizə 5% endirim verək. Üçüncü ətir alın sizə bu qədər endirim verək. Bunları ən çox harda işlədirlər? Hansı ki, məhsul daha tez qutarır. Deyək ki, bu şampun ola bilər, kosmetik vasitələr ola bilər. Buralarda görürsünüz ki, sizi retargeting və ya remarketing eləyirlər. Sizin qabağınıza reklamlar çıxır ki, okey, bu adamları təzədən göstərək. Burada segmentləşdirəndə də orada fərqli strategiyalar vardır. Yəni, soyuq kütlə, ılıq kütlə və ya da ki, isti kütlə var. Bu da nədir? Biz, məsəl üçün, look like seçiriksə, look like seçəndə normal olaraq belə fikir. 1% seçəndə bizə daha yaxın olan kütlədir. Yəni, bunu biraz ılıq kütlə, yəni isti kütlə kimi görə bilərsiniz. 2%, 3% çoxaldıqca da orada yəni, kütlə daha çox soyur. Yəni, sizi tanımır bir növü. Həmənki kütlədir. Yəni, segmentasiya deyəndə. Okay. Retargeting eləyəndə nəyə fikir verməliyik? Satışda çarpaz satış deyilən bir şey var. Hər hansı bir məhsul satırsınız, onun yanında çarpaz satış da eləyə bilirsiniz. Retargeting də o demək deyil ki, siz bir məhsul satırsınız, məsələn, ətir satdınız, o demək deyil ki, təzədən elə onları bir ətir satarsınız. Ətirin yanında başqa şeylər də sata bilirsiniz. Və ya da ki,
Siz daraq satırsınız, darağın yanında başqa bir şeylər sata bilərsiniz. Çanta satırsınız, çantanın yanında ayaqqabı da sata bilərsiniz. Bütün bunların hamısı retargeting və remarketing deyiləndə yəni onları nəzərdə tuturuq ki, onların yanında çarpaz satacağınız şeyləri də adam sizdən bir dənə məhsulu aldı. Məsəl üçün saç şampunu aldı. 2 gün, 3 gündən sonra deyək ki, razı qaldı belə fikirləşin. Normal olaraq sizə gəlib geri dönüş eləməyəcək. Onu fikirləşin ki, insanlar razı qaldıqları şeyə görə heç vaxt gəlib yaxşı rəy yazmırlar. Yəni bunu da sizə bir məlumat deyim. Siz girirsiniz, baxırsınız ki, biz Amazonda dropshipping eləmişik 2021-ci illərdə. O olsun, Trendyol olsun, eBay olsun. Burada girib baxırsınız ki, aldığınız məhsullarda nə qədər plus rəy var, yəni yaxşı rəylər var. Ondan hamısı yəni fake rəylərdir. Özünüzdən götürün. Neçə adam, yəni 100 adamdan maksimum bəlkə də 1 adam, 2 adam olar ki, aramızda da olsun. Neçə adam alıb bəyəndiyi bir məhsula görə girib ora rəy yazıb. Şəxsən mənim özüm indiyə kimi heç vaxt yazmamışam. Çünki bu insan psixologiyasıdır. Aldıq rəyi. Mən deyirəm ki, mən sənə onsuz da pul vermişəmsə, normal olaraq sən bu məhsulu mənə onsuz da yaxşı verməlisən. Mən borclu deyiləm kimsə, yaxşı bir rəy bildirim. Aramızda ola bilər 1 nəfər ola bilər elə rəy yazan. O da Səmi xanımdır. Kursumuzda soruşmuşduq. 1 nəfər Səmi xanımdan çıxıb. İndiyə kimi o boyda seminarlarda hər yerdə soruşmuşam. Heç kim rəy yazmırdı. Demək, orada məsələ nədir? Biz pulumuzu ödəyiriksə Səmi xanım, yəni biz ona təşəkkür etmək məcburiyyətində deyilik. Məsələ budur. Amma yox, biz aldıq məhsulu, razı qalmadıqsa, avtomatik olaraq psixoloji olaraq bizdən narazılıq yaranır. Gedirik adama orada başlayırıq döşəməyə, lord dildə desək. Ona görə sizin orada gördüyünüz rəylər hamısı biz özümüz də Amazonda alırdıq. Arxa tərəfdə bir belə deyim, orada bir giveaway keçdiririk, onlara məhsullar göndəririk və ya da ki bir endirimlər veririk. Onlar daxil olur, bizə plus rəylər yazırlar ora. Ona görə normal olaraq sizin özünüz yazmamısınızsa, ora yazılandan da heç bir real deyil. Siz nəsə bir məhsul alanda girin həmişə oradakı mənfi rəyə baxın. Çünki rəyləri silmək olmur, platform icazə vermir. Ona görə orada bir mənfi rəy görürsünüzsə, gözünüz mənfi rəyi axtarsın ki, bilin ki, o məhsulun problemi nə ola bilər. Məsələn, 3 dənə mənfi rəy gəlsə, bu gələndə qırılıbdır, demək ki, o məhsul gələndə sizə qırıq gələcək. Ehtimalı və ya da ki, çoxdur, qırıq gəlmə ehtimalı çoxdur. Məsələ budur. İndi sözümü nəyə gətirirəm? Siz burada hər hansı bir şey satanda, onun paralel olaraq da başqa şeylər sata bilirsiniz. Sözümü ona gətirdim. Məsəl üçün, saç şampunu satdınızsa, 2-3 gün sonra bu adamın xoşu gəldisə, gəlib sizə rəy verməyəcək ki, mən saç şampunu satmışam, mənə başqa nə sata bilərsən. Elə bir şey olmayacaq. Avtomatik siz ona retargeting, yəni remarketing eləməlisiniz. Siz normal olaraq həmənki adamı seçirsiniz, deyirsiniz ki, son 1 ay ərzində bizdən məhsul olanlara indi apar saç baxım deyək kremi sat və ya da ki, şampun deyil də bədən duş jeli sat. Buna paralel, yəni bunun çarpaz satışı nə varsa, bunları sat. Yəni retargetingdə də, remarketingdə də onlardan istifadə olunur.